şehrin açılışı. Eşk olsun. Uğurlarınız bol olsun Melahat Hanım. Fəxriyə Hanım sizi de hoş gördük. Hoş geldiniz. Değerli ziyalılarımız. Var olun. Çok sağ olun ki bu elametler günde bizimle birge oldunuz. Parazitlerden uzak olun. Koy hayatınızda ancak ve ancak güzel çiçekler olsun. Güzel günler olsun. Melahat Hanım buyurun. Parazitoloji Merkezi'nin açılışı. Alkışlarınız. Uğur olsun. Alkışlarını seçtik. Biz bugün çok düşünürüm ki cemiyetimiz için vacip bir günü yaşayırıq. Ona göre ki Melahat Hanım qəhrəman, ama hansı ki biz uzun illər tanıyırıq. Hep sayesinde onun faaliyeti göz qabağındadır. Göz qabağında deyəndə mən nəyi nəzərdə tuturam? Melahat Hanım her zaman etdiyi işlərlə, media vasitəsilə dinləyicilərlə, tamaşaçılarla, izləyicilərlə bölüşür. Onları maarifləndirir. Əsas odur ki, onları maarifləndirir. Əsas odur ki, tibbin hansısa yəni ona ait, onun tutduğu istiqamətlərdə, məsəl üçün təbii məhsullarla müalicə və bugün də parazitologiya mərkəzinin açılışı bu çok vacip. Ona göre ki bile demiyorlar ki ne kadar çok cemiyetimiz sağlam olar, ne kadar ki çok cemiyetimizde hansısa bir tibbi problemlerin həlli məhz öz ölkəmizdə, öz tibb məntəqələrimizdə həll olursa o kadar da çok düşünürəm ki müsbət nəticələrimiz olacaq. Parazitologiya mərkəzi bu o deməkdir ki, bəli, insan orqanizmi üstündə təsvirlər olsun ki, immunitet düşəndə və ya başqa səbəblərə görə mikroorganizmlər yaranır, hansılar ki, Melahat Hanım orqanizmə doğrudurmu, çox fəsadlar yaranır. Yəni bu problemi burada həll eləmək mümkün olacaq. Buna görə Melahat Hanım bildiyimə görə uzun illərdə araşdırmalar aparıb, yeni dərman vasitələri üzərində işləyib, onları icad edib. Bugün də mərkəz açır ki, xalqımız kimdə ki, çox yenə də deyirəm, bu problemler yaranır. Bu orqanizmdir, bu təbiətdir, istər-istəməz bu mövcud hallar yaranır. Ona göre gəlib burada çok güzel peşəkar bir xidmət ala bilərlər, sağlam ola bilərlər. Biz hər zaman nəyi bir-birimizə arzu edirik? Can sağlığı. Bəli. Can sağlığı, yəni can sağlığını əldə etmək üçün mən düşünürəm ki, həkimlərimizə biz hər zaman borclu olmalıyıq. Bugünkü gün əlamətdar bir gündür. Belə ki, Qubatlının işğaldan azad olunduğu bir gündür və Cənab Prezidentin sərəncamı ilə bütün o şəhərlər, o rayonlar ki işğaldan azad olub, onların şəhər günləri qeyd olunur. Bugün Qubadlı şəhərinin günüdür. Günümüz mübarək olsun. İstərdim, bax bu saatlar torpaqlarımızın azadlığı uğrunda ömürlərini fəda edən bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Bizim onlara borcumuz çoxdur. Bilirsiniz ki, Nərgiz Klinikanın nəzdində parazitologiya mərkəzi açılıb və bu açılışda da siz iştirak edirsiniz. Və qeyd etmək istərdim ki, bu parazitologiya elmi Melahat Hanımın adıyla daha da inkişaf etdi. Düzdür, mən həkim deyiləm, amma bilirəm ki, bir çox xəstəliklər məhz parazitlərdən əmələ gəlir. İnsanın o daxilində özlərinə yer tapmaq istəyirlər, yer də tapırlar, sonra da bir çox xəstəliklər əmələ gəlir. 28-dən çox məqaləsi var, dərc olunub. Bu da son değil. 2022 ilin dekabr ayında İngiltere Oxford Liderler Summit'inde fəxri profesör adına və qızıl medala layık görülüb. Maşallah olsun.
2022-ci ildə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Tibb Assosiasiyalarının tədbirində fəxri üzv seçilmiş və tibbdə ixtiraları və rəşadətli xidmətinə görə diplom və medalla təltif olunub. Maşallah olsun. 6 Mart 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülür. Qurtarmaq gündür. Bütün bu fəxri adları öz alın təri ilə qazanıb. Və qeyd edim ki, Məlahət xanım Azərbaycan qadınının simasıdır. Bir daha qeyd edirəm ki, parazitologiya elminin inkişafı məhz Məlahət xanımın adı ilə bağlıdır. Hüseyin xanım, sizə xoş gördük. Eşq olsun Məlahət xanım sizə. Sizi nə fəxr edirik? Mən fəxr edirəm ki, Azərbaycan xalqının belə bir görkəmli, savadlı ziyalısı var. Mən ona fəxr edirəm. Öpürəm Məlahət xanım sizi. Sizə can sağlıq, uzun ömür arzulayıram. Kaş ki, xanımların çoxu sizi kimi olsun. Təşəkkür edirəm, fəxr edirəm sizi. Uğurların hər zaman daim olsun. Həqiqətən də əsl Azərbaycan xanımının adına layiq olan bir adı daşıyırsınız. Çox sağ olun. Həqiqətən çox fəxr edicidir. Biz hamımız, yəni burada üçümüz də Tovuzdanıq. Həqiqətən də çox sevinirəm, fəxr edirəm. Hər zaman xanımlarımız yüksəklərə qalxdıqca, uğurları çox olduqca əlbəttə ki, biz hamımız sevinirik. Çünki qadın qadına mütləq şəkildə dəstək olmalıdır. Bizim də fəxrimizsiniz siz. Bütün tək Tovuzun deyil də Azərbaycanın fəxrisiniz. Rəhmətli Gəlirə xanımın ən əziz rəfiqələrindən, əziz insanlardan biriydiniz. Hər zaman yəni sizə baxaraq fəxr edirik, uğurlarınız bol olsun və daim bu işdə yəni tükənməz olaraq fəaliyyətinizi davam edəsiniz. Bütün bu uğurların sahibi bir nəfərdir, o da Məlahət xanım. Hələ mən onları hissə-hissə səsləndirsəm, onda gərək heç kimə söz verməyək. Amma biz sizinlə fəxr edirik. Bax, bugün bura gələnlər Azərbaycanımızın ziyalılarıdır. Sizin sayədə uğurlarınızın ardı arası kəsilməsin inşallah. Çox sağ olun. Çox sağ olun, çox sağ olun. Təşəkkürlər. Həkimlərimiz var burada. Biz həmişə ən çətin anımızda telefonu götürüb kimə zəng edirik? Həkimlərimizə. Çünki onlar əllərindən gələni edirlər ki, bizim sağlamlığımız bərpa olsun. Yəni, ən çətin anda belə. Mən həkimləri alqışlayıram. Ümumiyyətlə, bu Nərgiz klinikası üçün, ümumiyyətlə bizim ictimaiyyəti üçün parazitologiya elmi lazım olduğu insanlar üçün çox böyük əhəmiyyətli gündür. Bugün burada parazitologiya mərkəzinin açılması bir çox xəstələrin şəfasına yardım olacaq. Bir çox xəstələrin vaxtında, zamanında xəstələri aşkar edir və onların şəfasını tapmasına imkan verəcək. Bugünkü gündə mən bu klinikanın rəhbəri çox hörmətli Məlahət xanımı bir daha təbrik edirəm. Bütün ictimaiyyəti təbrik edirəm. Çünki bu klinika xalqa, insanlara xidmət edəcək. Sizə uğurlar, mən xoşalacağım. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Hafiz doktor, buyurun. Çox sağ olun, mən də təbrik edirəm hər kəsi. Məlahət xanım, yəni biz daima qürur duymuşuq. Biz bir yerdə Pakistanda olmuşuq və həqiqətən də çox böyük işlər görmək istəyirdik. İndi inşallah zaman düşdükcə bu nətərdir, arzularımız həyata keçəcək. Bir Azərbaycanlı xanım kimi doğrudan da böyük bir fəxr edirik. Məlahət xanım həqiqətən qoçaq xanımdır. Yəni, çox işgüzar, intellekti, yüksək bir xanımdır. Ona görə də onun yanında olmaq, ondan həmişə birgə işləmək çox xoşdur. Təşəkkür edirəm, hamı təbrik edirəm bu gözəl parazitologiya mərkəzinin açılışında və ümidvaram ki, bunun səsi hələ uzaqlara gedəcək. Çox sağ olun. Qadın deyil, gözəl ola bilər, güclü ola bilər, amma ən əsası ağıllı olmaqdır. Çox sağ olun ki, belə bir gözəl müəssisə hərçəyə gətirmişsiniz və bu cür insanları bir yerə getirmişsiniz. Təbrik edirik, uğurlarınız bol olsun. Çox sağ olun. Çox sağ olun. Gəlin alqışlayaq Kəmili. Məlahət xanım həm bir bilikli həkim, gözəl rəhbər, çox gözəl təşkilatçı və bir sadalandı burada çox-çox ixtiraçı, yazar
və digər onun titullarını da sadalandı. Amma mən bir də əlavə etmək istərdim ki, bunların hər biri ilə yanaşı Məlahət xanım həm də ictimai xadimdir. Və o ictimai xadim kimi 105 illik tarixi 75 mindən çox üzvü olan Respublika Qadınlar Təşkilatında böyük bir səhiyyə departamentində rəhbərlik edir və bizim bütün keçirdiyimiz xeyirxah işlərdə öz töhfəsini verir. Tek özü değil ve bütün bu komandasıyla, həkimlərlə birlikte bu töhfəni verir. Ben bir kəlmə biraz da kenara çıkmak isterdim. Bugün parazitologiyadan danıştık. Doğrudan da çok lazımlı, bugün lazımlı bir nöqtəyə toxunmuşuz. Hem uşaqlarımız, hem böyüklərimiz bu parazitlərlə doğrudan da məhv olub gedirlər. Onları təmizləmək lazımdır. Amma deyərdim ki, bugün bizim siyasi arenamızda da belə parazitlər var ki, hansılarla ki biz hamılıqla birlikdə mübarizə aparmalıyıq. Və sizə uğurlar diləyirəm. Bu gördüyünüz tədbirlərin, işlərin davamı daha çox olsun. Biz onun şahidi oluruq və görürük. Bəlkə çoxlarından çox görürük. Ona görə siz də bizə dəstək olursunuz. Biz xanımlar da sizə dəstək olur. Müvəffəqiyyətlər arzu edirik. Məlahət xanım, sizi təbrik edirəm. Məlahət xanım həm həkimdir, həm gözəl anadır, həm gözəl rəhbərdir, həm gözəl bacıdır, həm gözəl dostdur. Və mən bilirəm ki, bu qədər insanları ətrafınıza yığmaqla, insanlara iş yer açmaq, hər bir adamın, mən deyərdim, bəzən kişilərin də çoxunu gücü çatmaz. Buna görə də mən Məlahət xanımı bir həkim kimi və bir sahibkar qadın kimi təbrik edirəm. Mən bilirəm ki, sahibkar qadın daha güclü qadınlara deyilir. Mənimlə razılaşarsınız, Gönül xanım. Daha güclü sahibkar qadınlar daha güclü qadınlar hesab olunur. Təbrik edirəm sizi, uğurlar arzulayıram. Uğurlarınız daha da bol olsun. Sağ olun. Teşekkür ederim. Sağ olun. Çok sağ olun, teşekkür ederim. Diğer bir hanımız Gülşen Hanım, zahmet olmasa. Gelin Gülşen Hanım'ı da alkışlayaq, İctimai Birlikdə çalışır rəhbəridir, buyurun. Teşekkür edirəm. Mən Məlahət xanıma uğurlar arzulayıram. Azərbaycan ictimaiyyətində tanınan, sayılan, seçilən bir hanımefendidir. Uğurlarınız bol olsun. Çok sağ olun. Teşekkür. Arzu Hanım da bugünkü tədbirdə iştirak edir. Arzulanan Arzu Hanım Bağırova, buyurun. Sizi gördüm, çok sevindim. Məmnun oldum məndən. Hörmətli tədbir iştirakçıları, əziz Məlahət xanım. Təbii ki, Məlahət xanıma da yaraşan budur, gözlədiyimiz budur. Yeniliklər, yeni işlərə hər zaman imzanızı qoymuşsunuz. Mən də sizə uğurlar arzu edirəm bu işdə. Bütün xanımlarımıza uğurlar arzu edirəm və gözəl xanımları bir arada görmək mənə də çox xoş oldu. Uğurlar Məlahət xanım sizə. Bugün parazitologiya mərkəzi açılır. Mən olsun içtim kafede müdürü olub. İnşallah. Sağ olun. Elimlər doktora, professor inşallah. Professor da artıq. Özdə elə Oxforddan. Maşallah. Onda inşallah akademika gözləyək. Təbrik edirəm, xeyirli uğurlu olsun. Sağ olun. Çok sağ olun, teşekkür ederim. Həmişəki kimi çok cəlb edicisiniz. Uğurlarınız bol olsun. Məlahət Qəhrəmanova deyəndə zaten hər kəs bilir ki, kimdir, nədir, öz gözəlliyi ilə, özəlliyi ilə. Onu demək istəyirəm, Nərgiz klinikası hər zaman xəstələrin sağlamlığını düşünür. Şərt o deyil xəstə olub gələsiz. Müəyyən yoxlamaları var, sizləri gözləyirik. Təmiz, qərəzsiz yoxlamalar Nərgiz klinikasında. Hər kəsə uğurlar arzulayıram. O qədər gözəl bir həqiqətən tədbirdir ki, sevinməmək qeyri-mümkündür. Təbrik edirəm. Belə xanımlarımızı görəndə qürurlanırıq. Çünki xanımlar özəldir, xanımlar gözəldir. Təbrik edirəm. İnşallah biz təkcə xəstəliklə yox, ümumiyyətlə yoxlanışlara gəlsinə dəriməlidir. Təbrik edirəm. Çox sağ olun. Salam deyirəm mən də sizləri. Məlahət xanım təbrik edirəm. Uğurlu olsun, davamlı olsun inşallah. Eşq olsun həkimlərimizə. Var olsun. Bu mənim sahib olduğum olmaq olsun, o görə danışa bildirəm. Ancaq təbrik edirəm. Gələ bilərsiniz bura. Burada da sizi seviyorum. Sözünü biləm də, Məlahət xanım o yüzden mütəxəssisdir. Gələr bilərəklər, Kamil sənə ehtiyac yoxdur, amma mənim sazıma ehtiyac. Öpürəm sizləri. Sizi mənə qədər tərbiyyən olmamışdı. Belə tərif yox. Var olun. Arzumuz, istəyimiz bundan ibarət ki, indən sonra elə ölkəmizdə bu parazitologiya sahəsində yeniliklər mərkəzə çevrilsin, həqiqi bir mərkəzə çevrilsin. Uğurlar olsun.
Məlahət xanım öz imzasını atıbdır. Bəs bu imzasının səndə və ana gəlmə artıq dövrəsi bəlli imiş. Adı Məlahət, soyadı da Qəhrəmandır. Bundan artıq nə lazımdır həkim üçün? Özü də o adı çox gözəl doğruldu. Həm qəhrəmanlığı ilə, həm cəsarəti ilə, həm eyni zamanda məlahəti ilə. Bundan artıq bir söz yoxdur. Məlahət Qəhrəmanov artıq bir brenddir, bir imzadır. Bu imzanın altında keyfiyyət hər zaman vardır. Hər kəsi salamlayıram. Doğrudan da bura bizim üçün şəxsən doğma məkandır. Mən çünki burada böyümüşəm. Yəni Nərgiz Klinikasına, Məlahət xanımın dəstək xətti ilə özüm illərdir televiziya sahəsində çalışmışam deyənə o vaxtlar yadımdadır. Şarın verilişini, yəni Məlahət xanımın anasının əməyi ilə belə deyək də qiymətləndirmək olardı. Çünki hər buraxılışımızda məhz insanların sağlamlığını tədbir üsullarla, müalicə metodları ilə qorumaq lazımdır. Bu informasiyanı çatdırırdı. Ona görə bura bizim üçün çox formadır. Çox təşəkkür edirəm dəvətiniz üçün. Xeyirli uğurlu olsun. Gəlin alqışlayaq. Nərgiz Klinikası, uğurlarınız bol olsun. Amin. Amin deyən dilləriniz də var olsun. Ağzımız həmişə şirin olsun. Parazitlərdən hər zaman uzaq olar. Əgər güzəşək, məkanımız Nərgiz Klinikası olsun. Peşəkarlar olsun. Təbriklər. Gəl sevgilim, olmuşam sənə bilirsən. Sağlam ikən, hasta gittim. İndi nədən mənə gülürsən? Kaşlar gülmək, bu güllə sevmək. Səndən söz deyəndən qalıb bilmək. Zəmanədə fasız olur. Sən sevdiğinlə doyarım. Bugün qeyd edelim ki, biz bir neçə gün qabaq, oktyabrın 3-də Beynəlxalq Parazitologiya konfransı keçirdik ki, bu Azərbaycanda ilk dəfə idi. Amma bugün Allahın köməkliyi ilə biz parazitologiya mərkəzinin açılışını eləyirik Nərgiz Klinikasında. Nərgiz Klinikası illərdir işləyir. Artıq biz parazitologiya üzrə öz ixtisaslaşmamızı göstərdik və bugündən parazitologiya mərkəzi olaraq çalışacağıq ki, bu da uzun illərdir bizim əməyimizin bəhrəsidir. Parazitologiya çox geniş bir sahədir. Bu ölkəmiz üçün nəinki bizdə, bütün dünyada bugün diqqət mərkəzində olan bir mövzudur. Biz çalışırıq ki, daha mükəmməl, daha yeniliklərlə əhalimizin xidmətində olaq. Xüsusi olaraq bizim insanlarımız, pasiyentlərimiz üçün burada hansı xidmətlər olacaq, hansı... Burada tibbin bütün sahələrini əhatə edir və həmçinin də parazitologiya sahəsi üzrə bütün lazım olan şərait var və biz həm də bunların tam təbii üsullarla müalicəsini həyata keçirəcəyik. Mənim ixtiralarım əsasında hazırlanmış, demək olar ki, bir çox bizim patentlər var və bu patentlər əsasında hazırlanmış məhsullarımız var. Parazitalgin siropumuz var, parazitalgin şərbətimiz var və həmçinin də antihelmət çayımız var ki, bunlarla tam müalicəni biz həyata keçiririk. Ona görə mən işimizə uğurlar arzulayıram. Özümü də çox təbrik eləyirəm ki, bu işlərin öhdəsindən gəlmişəm. Türkiyənin bir çox universitetlərindən əməkdaşlığımız var. Rusiyanın bir çox bölgələrindən, Özbəkistan, Qazaxıstan, bu ölkələrdə də mənim parazitalgin şərbətim və siroplarım, bunlar bugün hal-hazırda işlənir və ona görə də mən təbii ki, nəinki Azərbaycanda, başqa ölkələrdə də bunu daha çox təbliğ etməyə çalışacağım və həmçinin də çalışacağım ki, bizim ölkəmizdə bu daha mükəmməl olsun və mənim məhsullarım dünyanın bir çox ölkələrində satışı ola bilsin və insanlara faydalı olsun.